Avropanın İSKİ hava tədqiqatları mərkəzinin xüsusilə troposferin orta qatlarında gözlənilən siklon və antiksiklonların ümumi gedişi haqqında məlumatların təhlillərinə əsasən may ayının artıq birinci 10 günün sonlarına doğru, ikinci 10 günlük və üçüncü 10 günlük ərzində Qafqaz ərazisində, yəni Qafqazın şimalında və Qafqazın cənubu Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsi gözlənilir. Azərbaycan arasında hava şəraitinin tez-tez dəyişilməsinin səbəb kimi real sinoptik şərait nəticəsində xüsusilə də Azərbaycan ərazisi həm isti hava dalğalarının təsiri altında olacaq, yəni cənubdan daxil olan isti hava axınları ilə şimal qəbirdən daxil olan rütubətli və mövsüm üçün xarakterik olmayan bir qədər sərin və soyuq hava axınlarının may ayının demək olar ki, sonlarına qədər olan müddət ərzində Qafqaz ərazisində məcazi manada bir-birlərinə daşması gözlənilir. Yəni bu soyuq hava ilə isti havanın Qafqaz arasında bir-birlərinə toqquşması fonunda kifayət qədər dünya praktikasında təhlükəli deyilə biləcək bir atmosfer hadisələrinin Qafqazda aktiv olması gözlənir. Yəni xüsusilə də isti və soyuq atmosfer cəbhələrinin toqquşduğu ərazilərdə, yəni Qafqaz ərazisində may ayının 7-si, 8-sində, eyni zamanda may ayının 2-ci 10 günlük ərzində, may ayının 3-cü 10 günlük ərzində, yəni may ayının sonlarına qədər Qafqaz ərazisi soyuq və isti atmosfer cəbhələrinin toqquşduğu ərazidə yerləşəcəyi üçün topa yağış buludlarının və laylı yağış buludlarının intensiv inkişafı müşahidə ediləcək. Bu da o deməkdir ki, bu topa yağış buludlarının qısa müddət ərzində şiddətli inkişafı nəticəsində supersel buludlarının da yaranması gözlənir ki, bu da dünya praktikasında kifayət qədər təhlükəli deyilə biləcək bir hava hadisələrinə səbəb ola bilir. Çünki supersel buludlar yarananda artıq bu dolunun diametrinin iri dənəli yağmasına səbəb olur. Yəni məsələn mən desək, alma boyda belə genişlikdə bir dolu yağa bilir. Eyni zamanda küləklərin sürətinin də kifayət qədər güclü olması, qısa müddət ərzində hava şəraitinin kəskin dəyişilməsi müşahidə edilir. Yəni bu topa yağış buludları belə bir xarakterə malikdir ki, ərazidə hava şəraiti lokal xarakterli kəskinləşə bilir. Məsələn üçün Qazax-Gəncə arasında ola bilsin ki, Gəncənin müəyyən ərazisində günəş çıxsın, lakin bəzi ərazilərdə isə topa yağış buludlarının keçdiyi ərazilərdə kifayət qədər güclü bir yağıntı yağsın və dolunun da diametri iri dənəli yağsın. Yəni bu proses ümumilikdə may ayı ərzində, may ayının sonlarına qədər Azərbaycan ərazisində tez-tez təkrarlanacaq. Yəni 1-2 günlük günəşli hava şəraitindən sonra hava şəraitinin kəskin dəyişilməsi ehtimalları var. Eyni zamanda hətta gün ərzində hava şəraitinin bir neçə dəfə dəyişilməsi ehtimalları var. Bu sistemin Bakı, Abşeron, Sumqayıt ərazisinə daxil olması ehtimalları var. May ayının 8-də Bakıda şimşək və leysan prosesləri gözlənilir. Eyni zamanda may ayının 12-sindən sonra da başda yenidən hava şəraitinin qısa müddətli dəyişilməsi ehtimalları var. Artıq iqlim dəyişikliyi nəticəsində Qafqaz ərazisi ciddi meteoroloji dəyişikliklərə məruz qalır. Bu ekstratropik siklon sistemlərinin orta troposferin gətirdiyi mövsümlə xarakterik olmayan soyuq hava dalğalarının bu isti hava dalğası ilə Qafqaz ərazisinin toqquşması nəticəsində, yəni Qafqaz ərazisi artıq qış fəslindən birbaşa yay fəslinə keçmə riski ilə üzləşir. May ayında güclü bir istilik dalğası olmayacaq ümumilikdə. Hətta iyun ayında belə rekord bir şiddətli bir istilik dalğasının Azərbaycan ərazisində müşahidə edilməsi ehtimalları 2026-cı ilin iyun ayında belə çox zəif bir ehtimaldır. Hətta iyun ayının çoxillik iqlim göstəriciləri ilə müqayisədə 2026-cı ilin iyun ayında hava şəraitinin tez-tez dəyişilməsi ehtimalları var. Bu da Bakı ərazisindəki dəniz mövsümünün bir qədər gec açılmasının səbəb ola bilər. Yəni artıq bu dəniz mövsümü iyun ayında deyil, iyul ayının sonlarına doğru və avqust ayında açılacaq. Çünki bu hava şəraitinin tez-tez dəyişilməsi dənizdəki su temperaturlarının bir qədər sərin və soyuq qalmasına səbəb ola bilər. Bu barədə yenilənmiş məlumatların təhlilləri kanalda yayımlanacaq. Ümumilikdə bu məlumatlar da var ki, Avropanın İSKİ hava tədqiqatları mərkəzinin son model təhlilləri onu göstərir ki, 2026-cı ilin payız mövsümündə Avropa ərazisində qəfil iqlim dəyişikliyi gözlənilir. Bu proses haqqında daha dəqiq, ən son məlumatların təhlilləri əsasında yeni videolar kanalda yayımlanacaq. Bu günlük bu qədər. Növbəti günlərdə atmosfer prosesində gözlənilən ən son dəyişikliklər haqqında kanalda yenilənmiş məlumatların təhlilləri yayımlanacaq.